9-cu fəsil İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları. Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işə götürən, müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi orqana, quruma təqdim olunmasını təmin etməlidir. İşə götürən müvafiq iş yerlərində əmək mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə Həmkarlar İttifaqları Təşkilatının nümayəndələrindən əmək mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onun tutduğu vəzifəyə, peşəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Hər bir işçi 3 ildə, elmi işçilər isə 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşə götürənin əmri, sərəncamı, qərarı ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə Həmkarlar İttifaqları Təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşə götürən işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı 5 nəfərdən ibarət olmaqla bütün hallarda onun sayı tərkibi tək rəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə, sərəncamla, qərarla müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, peşəyə, əmək funksiyasına, ixtisasına, peşəsinə dair yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə, peşəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yol verilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən, onun son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat vermiş işçi, attestasiyadan keçirildikdə idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səs vermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə, peşəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə, peşədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işə götürənə tövsiyə edə bilər. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu məcəllənin 65-ci maddəsinin
5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində idarə, müəssisə və ya təşkilat dedikdə dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının səhmlərinin nəzarət zərfi, dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. Maddə 66. Attestasiya olunmayan işçilər. Aşağıdakı işçilərin attestasiyası keçirilmir. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət, yaralanma, travma, kontuziya almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət tətiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, bir vəzifədə, peşədə 5 ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə, peşədə çalışan qadınlar, uşağını tək başına böyüdən kişilər, yaşı 18-dən az olan işçilər, bir vəzifədə, peşədə faktiki olaraq 1 ildən az müddətə çalışan işçilər, eyni vəzifədə, peşədə azı 3 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilələrdə, sazişlərdə nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, təhsil haqqında Azərbaycan Respublikasının qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsil verənlər. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinin bu məcəllənin 70-ci maddəsinin C bəndinə müvafiq olaraq 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işə götürən tərəfindən xitam verilə bilər. İşə götürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə, peşəyə keçirə bilər. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yol verilməzdir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq, İşə götürən tərəfinin işçilərin əmək müqavilələrinə xitam verilə bilməz. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə, peşəyə uyğun olmadığına görə işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə, peşəyə keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Maddə 67-1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşə, bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədi ilə onların əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya imtahanına cəlb edilən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yol verilməzdir. Hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə, peşədə çalışan qadınların, uşağını tək başına böyüdən kişilərin sertifikasiyası tələb olunmur. Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə ixtisas və ya elmi ixtisas dərəcəsinin verildiyi gündən 5 il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.
Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq vəzifə tarif maaşı saxlanılmaqla müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması, onunla bağlanmış əmək müqaviləsinə bu məcəllənin 70-ci maddəsinin C bəndinə müvafiq olaraq işə götürən tərəfindən xitam verilməsi üçün əsasdır. Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikatlaşdırılması. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər təhsil haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Hamilə qadınların uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə, peşədə çalışan qadınların, uşağını tək başına böyüdən kişilərin sertifikatlaşdırılması keçirilmir. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində, eləcə də azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Təhsil haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması, onunla bağlanmış əmək müqaviləsinə bu məcəllənin 70-ci maddəsinin C bəndinə müvafiq olaraq işə götürən tərəfindən xitam verilməsi üçün əsasdır.